Salam, 6-cı bölümü ümumiləşdirici tapşırıqlara nəzər yetirək. Bugün mən sizə çalışacağım ki, valentlikdən də biraz məlumat verim və verilmiş reaksiyaları söz tənliyini yox, formul şəklində qeyd edeyim. Çox xahiş edirəm, biraz diqqətli olaq ki, başa düşməyi bacaraq. Yaxşı, birinci bizə nə dedi? Deyir, uyğunlaşmanı müəyyən elə. Baxıram, qıcqırma fiziki yoxsa kimyəviyə aiddir? Əlbəttə ki, kimyəviyə aid olacaq. Ona görə də 2-yə gətirib yazıram. Kondensasiya fizikiyə aiddir. Mis əşyanın səthində yaşıl örtüyün əmələ gəlməsi kimyəviyə aiddir. Havadan oksigenin alınması fizikiyə aiddir. Bunlar tez-tez deyə gedəcəm ki, digər testlərə daha çox vaxt ayıraq. Şagird əhəng suyunu şüşə borudan istifadə etməklə üfürdü. Bu zaman məhlulda ağ bulantı əmələ gəldi. Bu qarışıq süzüb ağ rəngli bərk maddəni ayırdı. Onun üzərinə bir qədər xlor turşusu əlavə etdi. Bu zaman qaz qabarcıqları ayrıldı. Baxın, birincidə nə dedi? Deyir, şagird əhəng suyunu şüşə borudan istifadə etməklə üfürdü. Bu zaman məhlulda ağ bulantı əmələ gəldi. Bulantı əmələ gəlib, çöküntü əmələ gəlib. Bu kimyəvi idi. Bu qarışıq süzüb ağ rəngli bərk maddəni ayırdı. Süzmə fiziki idi. Onun üzərinə bir qədər xlor turşusu əlavə etdi. Bu zaman qaz qabarcıqları ayrıldı. Qaz qabarcıqlarının ayrılması kimyəvi idi. Kimyəvi reaksiyalar hansı əlamətlərlə müşahidə olundu? Dedik ki, ağ rəngli bulantı əmələ gəldi. Bu çöküntünü əmələ gətirəcək və qaz qabarcıqları ayrıldı. Sonra birinci mərhələdə alınan ağ bulantı kalsium xlorid və natrium karbonatın reaksiyasından da alınır. Bircə dəqiqə. Baxaq. Bizə nə deyir? Deyir, ağ bulantı kalsium xloridin. Kalsium xloridi yazırıq. Baxın, kalsium xlorid bu şəkildə yazılacaq. Kalsium və xlor. Buradakı xlor, H-xlor, yəni xlor turşusunun qalığıdır. Və mən bunun bir dənə hidrogeni itirdiyini görürəm. Ona görə xlorum olacaq 1 valentli. Kalsium isə 2 valentlidir. Bu 2 və 1. Ya bunları əküb tapacağım 2. Buradakı 2-ni bu 2-yə böləcəm, düşəcək 1. Burada 1-i yazmağa ehtiyac yoxdur. 2-ni də buradakı 1-ə böləndə düşəcək 2. Belə yazacağım. Yenə deyirəm, buradakini yazmağa ehtiyac yoxdur. 1 olduğunu artıq görürük zaten. Kalsiumun olduğunu. Və yaxud da ki, belə deyək, bu cür yaza bilərik. Tutaq ki, mən bura 2 yazdım, bura 1 yazdım. Çarpaz şəkildə qeyd edirəm. Buradakı 2 gəlir xlorun indeksinə, buradakı 1 gəlir kalsium indeksinə, ancaq onu yazmağa ehtiyac yoxdur. Onsuz da biz kalsiumun varlığını görürük. Sonra bunun üzərinə nə gəldi? Dedi ki, kalsium xlorid üzərinə natrium karbonat gəlir. Natrium karbonatı yazaq. Bu eləyəcək bu şəkildə. İndi formulu necə yazdığımızı qeyd edəcəm. Baxın, natrium bilirəm ki, 1 valentlidir. Üzərinə 1 yazıram. Karbonat H2 karbon O3-ün karbonat turşusunun duzudur. Dozudur nədir? Turşu qalığıdır, üzr istəyin. Burada ona görə 2 dənə hidrogen itirdibsə 2 valentli yazacağım. Bu hissəni silim. İndi 2-ni hardan aldığımızı qeyd edirəm. Baxın, 2 və 1. 2 gəldi. Bu hər ikisinə aiddir. 2 gəldi. Natriumun indeksinə düşdü. Bu 1 gəlib düşəcək. Bax, bu mötərizəyi alıb bura. Ancaq 1 olanda yazılmır. Əgər fərqli bir rəqəm olmuş olsaydı, onda biz onu qeyd edərdik. Ancaq 1 olanda qeyd eləmirik. Bu hissələri silim. Keçirik reaksiyadan nəyin alındığına baxmağa. Baxın, bu reaksiyalarda ionlara ayırırıq. Müsbət və mənfi hissələri. Bu 2 müsbətdir. 2 valentli idi axı. Bu isə bir dənə hidrogen itirib mənfidir. Natriumun müsbətdir. 1 valentlidir. Müsbət bir oksijeşmə dərəcəsi göstərir. Karbonat hissəmiz 2 dənə hidrogen itirdiyinə görə 2 mənfi olacaq. Biz də bilirik ki, müsbətlə mənfi bir-birini cəzb edir. Mənfi, müsbət bir-birini dəf edir. İndi isə gəlin baxaq, görək buradan necə alındı. Mən fərqli bir rəng götürüm. Müsbətlə mənfini birləşdirəcəm. Baxın, nə alındı? Kalsium, karbon, O3. Buradan baxıram ki, kalsiumda 2 valentli, karbonatımda 2 valentli. 2, 2 ixtisar gedər və heç nə düşməz. Həmçinin bu kalsium karbonat çöküntüdür. Sonra nə qaldı? Bu hissəni yazdıq, keçirik ikinci hissəyə. Baxıram ki, natriumdan xlorum qaldı, düzdür? İndi üzərinə nə gəlirəm bu maddənin? Natriumdan xlor birləşib. Natriumum da 1 valentlidir, xlorum da 1 valentlidir. Heç nə düşmür. Ancaq bir şeyə diqqət edək. Reaksiya tənliyini bərabərləşdirmək lazımdır. Reaksiya tənliyini bərabərləşdirəndə fikir veririk ki, silinmişdir. Solda 2 dənə xlor var və 2 dənə natrium var. Sağda isə hər ikisindən 1 dənədir. Ona görə əmsala 2 yazıram və bu yazdığım 2 həm natriuma, həm xlora aid olacaq. Diqqətli oluruq.
reaksiya tənliyinin belə deyək də, söz tənliyini yazsaq necə olacaq? Yuxarıda bizə deyir ki, birinci mərhələdən, yoxsa adını deyir, elə alınan maddənin adını deyir. Kalsium karbonat. Buraya yazırıq. Kalsium karbonat. Yazdıq. Sonra nə deyir? Birinci mərhələdə A bulantı ilə bərabər suyun da alındığını nəzərə alaraq reaksiyanın söz tənliyini yazın. Burada deyir ki, əhəng suyu kalsium hidroksiddir. Əgər biz bunun belə deyək, söz tənliyini yazırıqsa, yazırıq əhəng suyu və yaxud da kalsium hidroksid. Kalsium hidroksid. Üzərinə nə gəldik? Baxın, nəfəs verdiyimiz zaman biz karbon qazı xaric edirik. Yazırıq karbon qazı. Bəs nə alındı? Deyir ki, biz yuxarıda nə aldıq? Aldıq kalsium karbonat, düzdür? Kalsium karbonat. Axı dedi ki, yuxarıda yazdığımız reaksiya nəticəsində də həmin maddə alınırdı. Kalsium karbonat və su. İndi gəlin bu reaksiyanı da formullarla ifadə edək. Kalsium hidroksidi yazırıq. Baxın, bu kalsium OH iç şəklində yazılır. Sonra üzərinə karbon qazı gəlir, CO2 və nəticədə kalsium karbonat alınır. Kalsium karbonatda artıq biz keçdik ki, necə alınır? Kalsium karbon O3 çöküntüdür və üzərinə su gəlirim. Suyu da artıq bilirik ki, H2O şəklində yazılacaq. Bunu da bildik. Sonra keçirik növbəti tapşırığa. Baxın, mən bayaq bu testdə bir göz gəzdirdim. Gördüm ki, burada verilən diqqətli olaq, kalsium karbonatla kalsium nitratın yerləri dəyişik düşüb. Çünki nitratın heç bir düzü çöküntü deyil. Ancaq kalsium karbonat çöküntüdür. Burada dedik ki, yerlər dəyişik düşüb. Çünki kalsium karbonat çöküntüdür. Kalsium nitratın heç bir düzü çöküntü deyil. Ancaq bir suda həll olub həll olmaması çöküntü yaradıb yaratmaması deməkdir. Mənfidirsə çöküntü yaradacaq, müsbətdirsə çöküntü yaratmayacaq. Yəni suda həll olur. İndi baxaq bunlara. Biz də reaksiya tənliyini necə yazırıq? Baxın, birincidə bizə nə deyir? Deyir ki, hansı məhlulları qarışdırdıqda çöküntü alınır. Barium xlorid, gəlin yazaq. Bariumla xloru yanaşı yazdım. Bayaq da dedim ki, xlor nədir? H xlorun qalığıdır. Bir dənə hidrogen itirib, ona görə bir variantlı olacaq. Barium isə 2 variantlidir. 2-ni gətirib xlorun indeksinə yazıram. 1-i bariumun indeksinə yazacağam, amma yazmağa ehtiyac yoxdur. 1 yazılmır. Sonra gəldik üzərinə nə? Üzərinə gəldik kalium sulfat. Kalium belə yazılır, bilirik artıq. Sulfat da bayaq dedim ki, H2SO4-dür, sulfat turşusu və o 2 dənə hidrogeni itirəndə SO4 turşu qalığı əmələ gəlir. Bu hissə 2 dənə hidrogen itirdiyinə görə 2 variantlı olur. Kaliumun 1 variantlı idi və çarpaz şəkildə yazsam, bu 2 gəlib kaliumun indeksinə düşəcək. Bu 1 gəlib, normalda baxın, başqa bir rəqəm olsa, bu hər ikisinə aiddir. Mötərizə alıb bura həmin o rəqəmi yazardım. Ancaq 1 yazılmayacaq. Bunda diqqətli oluruq. 1-i yazmırıq uşaqlar. Sadəcə mən sizə izah eləmək məqsədi ilə yazdım ki, çarpaz şəkildə yerləri dəyişir. Sonra nə dedim? Dedim ki, iyonlara ayırırıq. İyonlara ayırdığımız zaman bu hissə müsbət, bu hissə mənfi. Yəni bu 2 müsbət olacaq, bu mənfi. Bu müsbət olacaq, bu 2 mənfi olacaq. Nəyə görə 2 mənfi oldu? Çünki 2 hidrogen itirib və müsbətlə mənfi birləşəcək. Bariumla SO4 gəldi, birləşdi. Bunun adı nə oldu? Barium sulfat. Yəni barium SO4. Sonra üzərinə gəlirəm nə? Baxın, bu barium sulfat özü çöküntüdür. Və kalium, bu hissəni silək. Və nə yarandı? Digərinə baxaq. Kaliumla xlorid. Kaliumla xlor birləşdi. Kalium xlorid əmələ gətirdi. İndi baxaq. Reaksiyanın formullarla ifadə olunan tənliyi bu cürdür və reaksiyada diriksi olunan sağa bərabərləşdirsək, bura 1-2 düşər. Ancaq siz hələlik bunları tanımırsınız, düzdür? Gözünüzü qorxuzmayın. Mən sizə rahat bir üsul öyrədəcəm. Baxın, nə dedim bu hissələrdə? İyonlara ayırdım, düzdür? Onu belə ortadan bölək. Fərqli rənglərlə işarə eləyəcəm. Baxın, bu maddənin birinci, belə deyək ki, hissəsi ilə digərinin ikinci hissəsini birləşdirirəm. Çünki əvvəldə müsbət, sonra mənfi gəlir də. Onda nə olacaq? Barium sulfat. Barium sulfat axtarım. Aha, çöküntüdür demək. Mən bunu seçəcəm. Sonra nə edirəm? İkinci hissələrə baxıram. Baxın, bu xlorid, bu da kalium.
İkisi birləşəcək, amma bunlar birləşəndə mən bunu xlorid, kalium kimi oxumuram. Əvvəlcə baxın, burada birinci hansı gəlibsə, onu deyirəm kalium, sonra xlorid. Yaxşı, kalium xloridə baxıram. Kalium xlorid çöküntü deyil. Buradan ancaq bir dənə çöküntü alındı, barium sulfat. Qeyd etdik. Sonra keçirik ikinci tənliyə. Kalsium nitrat yenə baxıram. Baxın, birinci hissələrdə qeyd edirəm, ikinci hissədə. Bu olsun, kalsiumla xlorid birləşəcək. Bunun birinci hissəsi, digərinin ikinci hissəsi. Burada da fərqli rənglərlə işarə edirəm. İkinci hissə ilə ikinci maddənin birinci hissəsi birləşəcək. Gəlin, birləşdirək, görək nə alınacaq. Kalsiumla xlor birləşəndə alındı kalsium xlorid. Yenə deyirəm, əvvəldə olan birinci oxunur. Kalsium xlorid. Kalsium xlorid çöküntü deyil. Fikir verin. Çöküntü deyil. Sonra baxıram digər hissəyə. Nitratla kalium birləşir. Ancaq biz bunu necə oxuyuruq? Kalium nitrat və yazılanda da kalium NO3 şəklində yazılır. Kalium nitrat. Bax, görə çöküntüdür, düzdür. Bax, dedim ki, burada çöküntü şəklində verib, amma səhv veriblər. Bu normalda bu cür olmalıydı, bu belə olmalıydı. Demək, heç birisi çöküntü əmələ gətirmədi burada. Keçirik ikinci hissəyə. Yenə baxırıq. Birincinin ilk, belə deyək, müsbət hissəsi ilə ikinci maddənin mənfi hissəsini birləşdirirəm. Nə oldu? Kalium xlorid. Kalium xlorid, baxın, burada verilib, bu çöküntü deyil. Sonra keçirim digər hissəyə. Digər hissə nə idi? Başqa rəngdən işarə eləyək. Baxın, karbonatla kalsium qaldı. Və mən də dedim ki, birinci kalsium, sonra karbonat deyilməlidir. Kalsium, karbonat. Burada da qeyd elədim ki, bu normalda həll olmayanda ancaq səhv işarə eləyiblər. Bəli, burada da çöküntü əmələ gəldi. Sonra keçirik digər reaksiyaya. Buradan baxırıq. Birinci hissə ilə sonuncu birləşir. İkinci hissə barium xlorid. Barium xlorid görürəm, bir çöküntü deyil, düzdür. Sonra keçirəm. Nə qaldı? İkinci hissəm. Bunu başqa rəngdən işarə eləyək. Nitratla qaldı kalsium, düzdür. Amma dedim kalsium nitrat şəklində oxunur və burada səhv veriblər. Kalsium nitrat çöküntü deyil. Ümumiyyətlə nitratın heç bir duzu çöküntü əmələ gətirmir. Burada çöküntüyə rast gəlmədik. Sonra çöküntünün alındığı reaksiyalar söz tənliyini yazın. Çöküntü harda alınmışdı? Yuxarıda alınmışdı. Nə dedilər? Barium xlorid. Barium xlorid. Aşağıda da mən formullarla ifadə eləmişim. Üzərinə gəlir kalium sulfat. Nə alındı? Alındı barium. Baxın, barium sulfat. Fikir verin bura. Barium sulfat və nə? Kalium xlorid. Kalium xlorid. İkincidə nə dedi? Burada barium sulfatımız çöküntü olmuşdu. Sonra ikincidən nə demişdi? Kalium karbonat, kalsium xlorid. İndi aşağıda mən formula ifadə edəcəm. Sonra söz tənliyini yuxarıda özünüz qeyd edəcəksiniz. Kalium karbonat. Kalium karbonat dedi. Bu kaliumda karbonat da H2 karbono3'dür. Baxın, H2 karbono3 karbonat turşusudur və bu turşu qalığı karbono3 olur. Neçə dənə hidrogen itirib? 2 dənə. Burada yəni hidrogeni görmürəm ki. Ona görə bu hissəyə bir 2 valent yazıram. Kaliumun neçə valentlidir? 1 valentlidir. Dedi 2 gəlir kaliumun indeksinə düşür. 1 gəlib bunları mötərizəyə alıb ora düşməliydi. Ancaq 1 olduğuna görə yazılmır. Aha, sonra üzərinə gəldik nə? Kalsium xlorid. Kalsium bilirik bu cür yazır. Bayaq da qeyd etdik ki, xlorid turşusunun qalığı, turşu qalığı xlordur və bir dənə hidrogen itiribsə 1 valentlidir. Kalsium 2 valentlidir. Buradakı 2 gəlir xlorun indeksinə, 1 gəlib bura düşməlidir. Ancaq 1-i yazmağa ehtiyac yoxdur, yenə deyirəm. Və nə alınacaq? İndi baxaq. Bayaq necə öyrətdim? Dedim ki, ortadan bölürük, iyonları ayırırıq. Baxın, bura olur müsbət, bura olur mənfi. Ancaq bura 2 düşüb axı. Demək ki, bu 2 mənfiymiş. 2 dənə hidrogen itiribsə 2 mənfi olur. Sonra bu hissəyə baxırıq. Baxaq, kalsium 2 müsbət yazırıq, çünki 2 valentlidir. Xlor isə H xlorun qalığıdır və bir dənə hidrogen itirdiyinə görə mənfi yazırıq. Gəlin bu reaksiyanı tamamlayaq. Müsbətlə mənfi birləşdi, düzdür? Nə oldu? Kalium xlor. Ancaq hər ikisi 1 valentli olduğuna görə heç nə düşmür indekslərə. Üzərinə gəlirəm nə? Kalsiumla karbon O3. Kalsium, karbon O3. Fikir verirəm. Kalsium 2 valentli,
karbonat ekvivalentli və bunlar ixtisar gedər, heç nə düşməz. Amma reaksiya tənliyini bərabərləşdirməyə gələndə artıq baxacağam ki, necə idi? Burada 2 dənə kaliumum var, burada 2 dənə xlorun var, düzdür? Demək, mən burada kalium, xloridin qarşısına 2 yazacağam ki, əmsalda 2 həm kaliuma aid olacaq, həm xlora aid olacaq. Və bunun söz tənliyi necə olacaq? Kalium karbonat, üzərinə gəlirəm kalsium xlorid alındı. Kalium xlorid, üstə gəl kalsium karbonat. Söz tənliyini artıq yazmıram. Sonra keçək 4-cü suala. Kimyəvi reaksiyaların söz tənliyi formasında ifadə olunur. Aşağıdakı reaksiyanın hissəcik modelinə əsasən söz tənliyini tərtib edin. Aha, biz baxırıq. Burada bizə nə verdi? Mavi rəng olanı azot verib, düzdür? Sileyim, daha aydın başa salmaq üçün yer açılsın. Azot düzdür, amma neçə dənə azotdur? Baxın, 2 dənə. Ona görə mən N2 şəklində yazacağam. Üzərinə gəlirəm nə? Bu hissənə hidrogen verib. Baxıram, 2 dənə hidrogendir. Yəni H2 şəklində yazılıb. Amma neçə dənə verilib? 1, 2, 3 dənə. 3 dənə düzdür. Qarşısına 3 yazıram. Alındı nə? Baxıram ki, bu azotdur. Aha, bunlar da hidrogendir, düzdür? Hidrogenlərdir. Yazdım. Demək, nə əmələ gəlib? NH3. Amonyak. Amma neçə dənədir? Biri bu, ikincisi bu. 2. İndi baxaq. Bu 3-ü, 2-ni biz nəyə görə yazdıq? Ona görə yazdıq ki, sol və sağı bərabərləşdirdik. Solda 2 azot var. Baxın, sağda da. Bu 2-ni vururam azotun indeksindəki 1-ə. 2 dənə azot var. Solda 3 vur 2, 6 dənə hidrogen var. Burada da 2 vur 3, 6 dənə hidrogenim var. İndi keçək növbəti B hissəsinə. Deyir, aşağıdakı reaksiyanın söz tənliyinə əsasən hissəcik modelini tərtib edin. Hidrogen üstəgəl oksigen alındı su. Biz də bilirik ki, hidrogen deyəndə H2 nəzərdə tutulacaq və mən onu 2 dənə eyni rənglə belə deyə işarə eləyəcəm. Düzdür, mən çox gözəl belə çəkə bilmirəm. Üzürlü sayın, ona görə bu hidrogeni belə yanaşı yazım. Yarısı yuxarıda bizə verildiyi kimi. Baxın, bu hidrogen olsun. Üzərinə də gələk, nə? Başqa rəng seçək. Oksigen. Oksigeni də tamam fərqli rənglə işarələyək ki, qarışdırmayaq. Bu da olsun, nə? Oksigen. Oksigen də O2 şəklində yazılır, bilirik ki. Sonra gəldi, nə alındı? Biz burada söz tənliyini yazmalıydıq yuxarıda. Yəni, azot üstəgəl hidrogen alındı, amonyak. Bu şəkildə yazacaqsınız. Mən birbaşa reaksiyanı yazdım. Aşağıda da hidrogen üstəgəl oksigen alındı su. Biz baxırıq ki, reaksiya tənliyi nəticəsində alınacaq su. Onda bir dənə oksigen götürürəm yaşıl rəngdə və kənarlarına hidrogeni birləşdirirəm. Bu nə oldu? Su. İndi belə də yazaq. Hidrogen üstəgəl oksigen alındı H2O. Baxın, reaksiya tənliyini bərabərləşdirsək biz, burada baxırıq ki, solda 2 dənə hidrogenimiz var, sağda 2 dənədir. Solda 2 dənə oksigen var, sağda 1 dənədir. Solda 2, sağda 1 olduğuna görə gətirib qarşısına bir 2 yazıram. 2 yazdım, solda da oksigenin sayı 2 oldu, sağda da 2 oldu. 2-ni 1-ə vuranda 2 eləyir axı. Və baxıram ki, ancaq mənim burada indi hidrogenlərimin sayı artmış oldu. Hidrogenimin sayı sağda oldu 2 vur 2, 4, solda oldu 2. Ona görə gətirib hidrogenin qarşısına bir 2 yazacağım. Mən bunları yazdım ki, necə ki bizə yuxarıdakı tənlikdə bax bu cür verib, biz də onu tərtib eləyə bilək. Onda hidrogenimdən neçə dənəymiş? 2 dənə, düzdür? Götürüb hidrogenim mən 2 dənə belə yazacağım. Üzərinə oksigen gəldi. Oksigen 1 dənə idi. Amma sudan neçə dənə alınıb? Baxın, 2 dənə. Yenə yazırıq. 1 dənə oksigen, yanında 2 dənə hidrogen. Bilirəm, hələlik sizə tanış deyil deyib. Bunlar biraz qəliz gəlir reaksiyalar. Ancaq narahat olmayın, qorxmayın, öyrənəcəksiniz Allahın izni ilə. Keçək növbəti. Növbəti sual yox imiş. Bugünlük mövzumuzun izahı bu qədər. Əgər nə isə aydın olmazsa qeyd edərsiniz rəy bölməsində. Videomuzun vaxtı deyəsən biraz uzun oldu. Haqqınızı halal edin. İnşallah digər videonun izahında görüşmək ümidi ilə sağ olun.